dəfədir ki, bu qədər iç huzurla, bu qədər hiss edərək, bu qədər özümə dəyər verərək ilk ad günümdü keçirdirəm. Əvvəl əlbəttə ki, bunu bilmirdim. Hər zaman deyirəm, içinizdəki uşaqlar həyatınızı idarə edir. İçinizdəki uşaqların inancı. Mənim ad günümlə bağlı o qədər böyük dirənclərim var idi ki, o qədər. Amma heç fərqində deyildim də bu yetişkin ağlımla, sahib olduğum şeylərlə özümə ad gün etməyə çalışıram, özümü mutlu etməyə çalışıram. Təbriklərinizi sonda oxuyacağım, minnətdaram. İstəyirəm belə axışla danışım ki, siz də buradan ala biləcəyinizi alasınız. Yetişkin ağlımla hər zaman özümü xoşbəxt etməyə çalışırdım. Amma heç bir şəkildə nə ad günlərim ürəyimcə keçmirdi. Orada bir şəkildə ya mən ağlayırdım, ya içimdə bir huzursuzluq olurdu. Yəni əylənmirdim də. İçdən əylənmək nə deməkdir, onu mən dada bilmirdim. Keçən il burada nə idi onda? Kob idi və işimizi qurduğumuz 4 rəfiqəm var. Mən elə bil ad günümdə burada olmadım, İstanbulda olmuşam. Son 3-4 ildir ki, hər il hazırlaşıram ki, İstanbulda eləyəcəm ad günümü. Paltarıma qədər alıram. Amma ayın 8-i mənə sanki belə ayın 8-dən 9-una keçən gecə daha doğrusu sanki belə sehirli çubuq dəyir və mən bütün o həvəsim, bütün o içimdəki o coşqu yox olurdu. Eləməsək də olar və yaxud da o günü mən nəsə adi, yəni normalda yoldaşımın sözü mənim xətrimə dəyməz, amma o gün xətrimə dəyirdi və mən o gün ya özümü ağladırdım, ya bir şəkildə özümü cəzalandırırdım. Yəni o günün dadını çıxartmamaq üçün hər cür insan, hər cür şərait yaradırdım. Əlbəttə ki, mən içimdəki uşağı bilməsəm, heç bir şəkildə bu dəyişməyəcəkdi, elə hər zaman da belə gedəcəkdi. Necə ki 35 illik gedirdi. Keçən il eyni qaydada paltarıma qədər aldım, getdik. Hətta orada evimizin altında pastane yox idi. Keçən il getdim ki, pastane açılıb orada, tort. Deyirdim ki, mən tortu hardan alacağım. Necə sevindim ki, bu da mənim üçün açılıb burada. İnanırsınız ki, mən sifariş elədim tortu orada. Sən demə sifariş demişəm, amma oğlan gedib deməyib. Gecə gəlmişəm ki, tortumu götürüm, deyirlər ki, sifariş deməyiblər bizə. Bu da bir mesaj oldu mənə. Yəni hər şəkildə hər şey gözümün önündə, amma mən ondan istifadə edə bilmirdim. Özümü xoşbəxt edəcək şəkildə ondan istifadə edə bilmirdim. Mən yenə İstanbulda dediyim kimi tortum alınmadı, sonra həvəsdən düşdüm. Zaten modum düşür. Yəni 9-u otomatik olaraq mənim modum düşür. İndi səbəbini sizə izah edəcəm niyə. Sizə Nərgiz mənə demişdi sürpriz eləyəcəm. Mən hiss eləyirdim danışığından, amma dedim yəni üstündən 2 ay keçib Dajumə kimi sürpriz eləyən. Və mən həmin həftə içinizdəki uşaqlar anda, zamanın içində titrəşirlər və sizə olunacaq hər şeyi, amma hər şeyi bilirlər. O bilirdi mənə sürpriz olunur. Və mən nənəmi normalda birinci gün həkimə aparacaqdım. Durduq yerdə ikinci günə keçirdim. Heç bir səbəb yox idi, heç bir işim də yox idi. Amma dedim ki, bebimi yığdım, dedim ki, bebe, ikinci gün getsək olar. Çünki sürpriz mənə ikinci gün oldu. Nəysə, nənəmi həkimə apardım, bayılda qalır nənəm. Normalda mən bebimi düşürtmək üçün Yasamala gedərdim. Amma içimdən bir səs deyir ki, düşürtmə, oradan gir Ağşəhərə, Bulvar yoluna. Səsə qulaq asdım. Nənəmi düşürtdüm, dedim bebimə tələsirəm və qızlar da mənə deyib ki, bəzən düzən hazırlan elə gəl. Biz də mərkəzi təzə açmışıq, videolar çəkirik. Düşündüm ki, ona görə deyirlər. Paltarımı yanımda götürmüşəm. Nəysə düşürtdüm nənəmi, keçdim tam artıq şəhər yoluna girəndə baxdım ki, yol bağlıdır. Bilmirəm hələ nə baş verir. Yol bağlıdır. Dedim ya ki, probkada normal probkada da bir 15 dəqiqəyə açılacaq. 1 saat keçdi probka açılmır, 2 saat keçdi probka açılmır, 3 saat keçdi probka açılmır və artıq səhər tezdən yemək də yemədim ki, gedərəm orada yeyərəm, acam. Nəysə, sən demə Mehdi Bakıya gəlibmiş o gün və bütün yollar bağlıdır. Orada bulvarın içində də bir Nərgiz kafesi var. Gəlmişəm, yavaş-yavaş addım atdım, avtobus yoluna girdim, getdim qabağa. Yəni onda risk aldım, keçdim qabağa. Amma hələ bilmirəm ki, mənə sürpriz var. Keçdim qabağa, yol açılsa mən həmən gedəcəm. Bu iç səsim yenə məni döndərdi oradan. Yəni layiq bilmədiyi zaman nələr yaradır, layiq bildiyi zaman nələr yaradır içinizdəki uşaqlar, onu sizə izah edirəm. Döndərdi mənə ora ki, ged orada kafedə yemək var. Döndüm o tərəfə, getdim, mən oradan bir də qayıtsam probkanın düz başına gedəcəm. Getdim ki, kafe bağlıdır. Hava soyuq, əynim nazik, acam, yorğunam. Fırlandım oradan belə, baxdım kafe bağlıdır. Tam belə dönüb probkanın başına girmək istəyirəm. Oradan Naşərəbə doğru yol var da, belə aralıyor. Baxdım ki, bir maşın döndü belə getdi. Baxdım yol açıldı da mənə. Mən də dedim elə bunu dalınca sürüm. Getdim, tam o döngü var, yəni dönürsən də, yəni o yola keçmək üçün. Döngüdə maşınım kilitləndi. Yəni heç bir şəkildə heç bir problemi yoxdur, maşın kilitləndi. Nə neytrala düşür, nə xodlanır ki, bir qaz verəsən, tormoz verəsən. Maşın deyir ki, yəni mən yoxam. Kilitləndi, heç nə eləmək olmur. Bir polis gəldi ki, ay xanım çəkin düz yolun ortasında sizi vuracaqlar sizi. Deyirəm tərpənmir maşın. İkinci maşın gəldi, polis gəldi ki, ay xanım çəkin. Deyirəm yəni siz eləyə bilirsiniz, eləyin, çəkəlim, tərpənmir maşın, heç nə eləmək olmur. Və o an maşın kilitləndi, düşdüm maşından, yolun qırağına keçdim, maşın yolun ortasında qaldı. O an bu içgüdüsel deyirləri hiss etdim ki, mənə bir sürpriz var. Və mən qızlara yazdım ki, mən anladım ki, siz mənə nə etmək istəyirsiniz. Yəni bunu mənə verdi o. Ki, mənə sürpriz var, o deyir. Və mən buna layiq deyiləm. Və artıq pes etmək üzrəykən ağlayıram, necə ağlayıram yolun ortasında. Bir yanım evə getmək istəyir, amma hələ fərqində deyiləm də, hələ sual vermirəm içdən özümə ki, niyə bunlar baş verir. Hər dəfə danışanda mənim özümün də gözlərim dolur. Və orada başladım özümdən söhbət eləməyə. Mənə o qədər deyir ki, deyirəm, niyə bunu eləyirsən? Deyir, mən layiq deyiləm axı.
Deyir, mən buna layiq deyiləm axı. Və mən bütün yol boyu əlbəttə onunla danışmağa başladım. Sonra yoldaşım gəldi. Maşını nə qədər elədilər, xodlanmadı. Evakuator gəldi. Evakuator apardılar maşını. Düşünün ki, orada heç bir şəkildə xodlanmayan maşın, usta xodlayıb maşın düşürdü aşağı. Yəni o sadəcə layiq bilmədiyi üçün bütün yolları bağladı ki, mən o sürprizə layiq deyiləm, mən o sürprizi hak etmirəm. Və bütün yol boyu əlbəttə başladım danışmağa və dedim ki, nə olursa olsun, sən bugün o tortu üfləyəcəksən, biz ora gedəcəyik. Yəni özün özünə valideynlik etmək bu deməkdir. Orada mən bir uşaq kimi küssəydim, əşimə bəxtim yoxdur, mən belə gəlib belə gedəcək, alınmır, qismət olmadı desəydim, evə getsəydim, bu direncim qırılmayacaqdı. Və bütün yol boyu başlayıram ağlaya-ağlaya danışmağa. Heç umurumda deyil kim mənə baxır, kim baxmır və millət var da, Messi gəlib deyə bulvar insanlar doludur və insanlar baxır mənə, polislər baxır. Amma mənim umurumda deyil də, danışa-danışa gedirəm. İç uşağımla danışıram ki, bax sən hər şeyə layiqsən, sən hər şeyin ən gözəlinə layiqsən. Mən səni bugün nə olursa olsun o tortu üfləmən üçün əlimdən gələni edəcəm. Başladım danışmağa, danışıram. Və acam hava soyuqdur. Su idman sarayının yanından Ağşəhərə getməliyəm piyada. Çünki yollar bağlıdır. Zaten açılsa da imkansızdır, addım atıb gedəcəklər. O qədər maşın birdən yola buraxılacaq. Nəysə, ikna oldu ki, bir də baxdım bir dənə oğlan əlində skuturla gəlir ki, o vaxta qədər axtarırdım da skutur da yox idi. Heç vaxt sürməmişəm skutur. Dedim ki, bir dənə skutur verin. Dedi, sürə bilirsiniz? Dedim, yox. Amma sürəcəm. Nəysə, mindim skutura. Təsəvvür edin, bulvarın içində özü də o skutur da qırın üstündə daha gözəl gedir. Bulvarda o kafildir. Bütün yola belə gedirəm. Çıxıram cəmaatın üstünə, tormuz verirəm, dayanırım. Yəni bizim millətdə skutur yolunda insanlar, velosiped yolunda skutur yolunda insanlar yeridiyi üçün dəqiqə başı birinin üstünə çıxıram, bağışlı deyirəm. Nəysə, mən gedə-gedə danışıram. Deyirəm, görsən sənin üçün nələr edirəm mən? Sürə-sürə gedirəm. Nəysə, axır getdim, Crescent Mall yanına qədər skuturla getdim. Oradan sonra taksi çağırdım. Getdim, çıxdım ora. O tortu üflədim. Onunla danışa-danışa, içdən onunla danışa-danışa. Daha sonra əlbəttə ki, bunun çalışmasını eləməliyəm. Ki, niyə bu direnc var idi? Və getdim. 4 dənə ad günüm var ki, birində bizim məhəllədə hamı evində eləyirdi ad günü və ən bərbad ev bizdə divardan belə aboylar yerə tökülürdü də, yəni o vəziyyətdə idi evimiz. Və məhəllədə ən bərbad ev bizim idi, o birlərin ev çox qəşəng idi. O səhnəni mənə xatırlatdı ki, necə utanır. Düzdür, o əvvəlki uşaqlarda elə şey yox idi da, heç kim məni özündən ayrı saymırdı. Yəni o pis gündə evdə mənimlə elə davranırdılar, hətta bizə gəlmək istəyirdilər həmişə. O yəqin mənim öz enerjim imiş, amma hiss etmirdim. Sadəcə o uşaq özü utanır orada. Baxıram ki, necə utanc içindədir ki, bizim evimiz belədir. Ad günü o süfrə gözümün önündədir, amma necə utanıram. Daha sonra məktəbdə də o vaxtlar bilmirəm xatırlayırsınız yoxsa yox, konfet alıb paylayırdı hamı. Və mənim də necə 8-ci sinifdə səhv etmirəmsə, ya 7 ya 8-ci sinif idi. Aldığım konfetin içi hamısı qarışqalı çıxmışdı. Orada da çox pərt olub utanmışam. Sonra 15 yaşımda birisi ki, atam bizlə qalmırdı, atam bizdən ayrı olur. Zaten o vaxta qədər də heç yox atam ad günümdə yığmamışdı. Yemin o ad günüm günü telefonuma zəng gəlir, 15 yaşımda. O vaxtlarda belə heç nəsiz telefonlar var idi. Telefonuma zəng gəldi, baxdım atam. Necə həyəcanlandım, necə sevindim. Amma telefonu götürürəm orada. Atam deyir ki, salam, qapıya elan asmışam, ona toxunmayın. Yəni mənim ad günüm üçün yığmayıb. Orada qalmışam. Orada da çox böyük bir xəyal qırıqlığı, pərt olmaq, utanmaq, xəyal qırıqlığı. Bir dənə də var, amma onu deməyim. Düşünün ki, o uşaq üçün doğum günü necə kodlanıb? Pərt olmaq, utanmaq, xəyal qırıqlığı. Ona görə mən hər ad günümdə otomatik olaraq bədənimin qeyd etdiyi duyğular var. Və onlar hamısı baş qaldırırdı. Mən nə qədər də əlimdə olan imkanlarla özümü əyləndirməyə çalışsam da, o gün içimdə elə bir sıxışıq bir enerji olurdu ki, mən heç bir şəkildə o duyğunu yaşaya bilmirdim. Və bunları tapdım əlbəttə ki, çalışmalarını elədim. Və mənim qızımın ən böyük arzusu Dubaya gəlmək idi. Niyə? Uşaq vaxt eşidirdi ki, atası Dubaydadır. Və Dubai onun üçün fərqli bir şeydir. Yəni bu yetişkin nazından soruşsanız, mənim üçün hər yer eynidir. Çünki burada xoşbəxtəm artıq. Yəni düşünmürəm ki, burada getsəm xoşbəxt olaram, burada xoşbəxt olaram. Mənim üçün hər şeyin, amma onun ən böyük arzusu Dubaya gəlməkdir. Və mən bu günə qədər 2013-cü ildən öz maddi imkanlarım var da gələ bilərdim 100 dəfə Dubaya, amma heç bir şəkildə o mənə yol açmırdı. Necə ki, atası onun üçün əl çatmaz idi, Dubai da eyni şəkildə onun üçün əl çatmaz idi. Yəni mənim üçün əl çatmaz eləmişdi Dubai. Çünki atasının Dubaya getdiyini eşitdiyi üçün, atası necə əl çatmazdısa, Dubai da eyni şəkildə mənim üçün əl çatmaz eləmişdi. Ki, yəni atam birləşdirir uşaq. Yəni uşaq öz zehnində, gözündə böyütdüyü, onun əli çatmadığı, özünü layiq bilmədiyi şeyləri siz yetişkin halınızla nəyə, nələrə, kimlərə sahib olursunuz olun, onu sizə yaşatmır. Əvvəl bilmirdim bu şeyləri. İndi bildiyim üçün əvvəlki səhnələrə də baxıram ki, necə güclüdülər. Hədsiz dərəcədə. Yəni bu ad günümdə keçən il mən ona söz verdim ki, gələn il sənin ad günün Dubayda olacaq. Yəni bilmirdim necə olacaq, düşünmürdüm də. Ad günüm yaxınlaşana yaxın elə ki gedək dedim. Oranı sənə adayacağam. Elə gedək. Və mən illərdir yoldaşıma deyirəm ki, Dubaya gedək. Hər səfərində nə var orada, getməyəliyim, nə var orada. O əslində mənim direncimdir, əlbəttə ki, heç kimi günahlandıra bilmərəm. Və bu il otomatik olaraq yoldaşım özü dedi ki, doğum gününü oraya gedəcəz. Heç mən deməmişdim heç nə. Dedi doğum gününü Dubaya gedəcəz. Yəni mən zaten içimdə o qədər inanmışdım ki, burada olacağıma. Və o şeylər özü baş verir. Hadisələr, insanlar, yəni hər şeyi formatlayır sizin üçün, hər şeyi.
bu anlatılmayacaq, yaşanacaq bir duyğu olduğu üçün mən sizə burada onu nə qədər danışsam da siz onu tam olaraq anlamayacaqsınız. Bunu mənim müştərilərim artıq özləri yaşadığı üçün və hər dəfə mənə deyirlər ki, siz deyirdiniz ki, anlatılmaz yaşanır. Həqiqətən də elə bir duyğudur. Çünki sən öz iç uşağınla barışmadıqca, o duyğunu, özünü tanımadıqca mənim burada dediklərim tam olaraq anlaşılmır, tam olaraq oturmur. Mənə də əvvəl kimsə desəydi, yəni düşünərdim ki, boş-boş danışır bu. Bu yəqin başa çatmır. Ki mənə deyirlər bu sözləri. Yəni bu anlatılmayacaq, yaşanacaq bir duyğudur və bu o qədər güclüdür ki, iç gücünü kəşf et, iç səsini kəşf et, özünü sev. Bu dəqiqə hamı bar-bar bağırır. Amma necə olduğunu heç kim demir. Necə olduğunu mən sizə canlı bir örnəyi olaraq deyirəm. Çoxdur əlbəttə, bunun örnəkləri çox var. Ona görə sadəcə bilin ki, o iç gücünüz uşaqdan qaynaqlanır. O həqiqi gücünüzü anlamaq üçün o öz deyilləri, öz Tanrı ilə bağlantıda olan parçanız. Onu yaralı uşaq orada yaraları ilə olduğu halda siz o gücünüzü görə bilmirsiniz. O uşaq sağaldıqca o super gücünüz ortaya çıxır. Və super güc də nədir? Heç kimə qulaq asmamaq. Çünki siz insanlara qulaq asdıqca hərənin özünə görə proqramları var. Travmatik, hamımız travmatikik, yəni hərədə fərqli-fərqlidir. Amma kimi insan o zehnindən bəslənir, elə bilir ki, ancaq budur həyat, onun yolu budur, buradan keçib, buradan gedəcək. Siz ancaq öz iç səsinizə qulaq asın. Mən əgər başqalarına qulaq assaydım, bugün bu istədiyim həyat olmayacaqdı mənim üçün. Heç kimə qulaq asmadan, heç kimi dinləmədən öz iç səsinizə qulaq asın ancaq. Bilin ki, orada, yəni uşaqlığınızı xatırlayın. Bilin ki, buradadır və içdən ilk başa əlbəttə sizə qəribə gəlir. Çünki canlı deyil, gözünüzün qabağında deyil ki, biz ancaq elə gərək gözümüzlə gördüyümüzə inanaq, bizə belə kodlayıblar. Halbuki biz Allahı görmürük, nə bilim, elektriyi hardan gəldiyini bilmirik, Wi-Fi bilmirik, amma hamısını istifadə edirik. Allahdan burada qorxan insanlar var ki, onun istəmədiyi hər şey eləyirlər amma. Yəni o qədər toksik və uşaq başı aldadacaq qədər bir sistemin içindəyik. Elə uşaqlıqda necə aldadıblarsa biz bədənlə böyüyürük zaten, duyğu olaraq böyümürük. Duyğu olaraq yalnız o uşaq sağaldığı zaman böyüyə bilərsiniz. Belə ancaq bədənlə böyüyürük ki, bu dəqiqə bunun yüzlərlə örneği var. Bədənlə böyüyüb, amma hərəkətləri, davranışı, duyğuları 5, 6, maksimum 7 yaşında uşağın duyğularıdır. Hər kəs fərqli-fərqli olur. Bəziləri 12-13 yaşında ağır travmalar yaşayır, elə o yaşda da qalır. Bəziləri 5-6 yaşında, genəldə 6 yaşda olur. Çünki 6 yaşında mən müştərilərimdə də bunu müşahidə etdim, özümdə də 6 yaşda biz anadan ayrılırıq uzun sürə məktəbə getdiyimiz üçün, ya bağçaya məktəb və o uzun sürə anadan ayrı qalmaq uşaq üçün çox ağır bir travma olduğu üçün orada da qalır. Bizim ağır travmalarımız və kiçik travmalarımız var, amma hamısı bu bədəndə qeyd olunduğu üçün və hər biri də bizim ayrı-ayrı bilinç parçalarımızdır. Biz nə zaman onu bütünləşdirəcəyik, biz o zaman bütün bir insan ola biləcəyik. Hal-hazırda dediyim kimi 6, 7, 8, 9 və bu yaşlarda insanlarıq duyğusal olaraq, duyğu olaraq ki, bu qədər ətrafınıza baxsaz hamını görəcəksiniz. Amma bunu anlamaq üçün birinci sizin öz iç uşağınız sağalmalıdır ki, qarşınızdakının yaralı uşağını görə biləsiniz. Əks təqdirdə iki yaralı uşaq ancaq savaşır. Necə 5-6 yaşında uşaqlar evdə bir-birinə qırırlar. Eyni şəkildə, eyni qaydada da iki yaralı uşaq evlənəndə o ailə toksik olur. O ailədə hər zaman söz-söhbət olur. Ya bir tərəf özündən vaz keçir, o birinə xidmət edir. Əgər o biri baş qaldırsa, artıq orada böyük bir toksiklik başlayır. Daha sonra da yəni biri sağaltmalıdır özünü. Yəni qısacası hamımız yaralı uşaqlarıq, amma sağalmaq mümkündür. Yəni bədən qeyd etdiyi duyğuları o uşaq qeyd edir və onun üçün məsələn mənim qızım üçün ad günü təhlükə idi. Ad günü pərt olmaq, dediyim kimi pərt olmaq, utanmaq və xəyal qırıqlığı. Bu üç duyğu məni ad günümdə ələ alırdı və mən heç bir şəkildə özümü o ana buraxa bilmirdim. İlk dəfədir ki, 35 ildə, ilk dəfədir ki, zaten evdən çıxıb samolyota minəndən bura gələnə qədər ancaq ondan danışıram ki, çünki istər-istəməz o verir o duyğunu mənə yenə də danışa onu, yəni balaca bir uşaqdır. Sadəcə o elə zənn etdiyi üçün sizə o duyğunu verir. Siz sürekli onunla danışıb ilgilənərək onun inancını dəyişə bilirsiniz. İnanc tələb edir ki, ay qız boş-boş şeylərdir, sən deyir ki, arvadsan, utanmırsan, uşaq nədir, içindəki uşaq nədir? Bax bu sözlərlə, yəni ancaq içinizdən uzaqlaşdırıb sizi kənara, yəni çöldə axtar deyirlər. Mesaj çünki budur. İnsanları özündən uzaqlaşdırmaq üçün sistem bu şəkildə qurulub. İçinə deyil də ancaq çölə, amma çöldə heç nə yoxdur. Bütün çöldə gördüyünüz hər şey maddi mənəvi, sizin iç dünyanızın yansımasıdır. Ona görə bir şeyi çözmək istəyirsinizsə içinizə baxın. Elə baxan kimi tapmırsınız. Zaman lazımdır, sürekli bir şeyin üstündə işləmək lazımdır. Yəni səbirlə. Artıq bir çizgim var. Əvvəl əlbəttə o çizgim yox idi, amma artıq var. Hər kəsə qarşı, kimliyindən asılı olmayaraq hər kəsə qarşı o çizgim var artıq. Ona görə sadəcə özünüzü sevin. O içinizdəki yaralı uşağı sevin. Çünki o sizi sağaldacaq. Ətrafdan heç kim sizi sağaltmayacaq. Heç kim sizə o istədiyiniz həyatı verməyəcək. Amma içinizdəki uşaqlar çox güclüdür. Buna əmin ola bilərsiniz. Mənim həyatımı buradan bura gətirib. Və siz mən 2020-ci ildə sıfıra düşdüyüm, çöktüyüm zaman içimdəki uşağı kəşf elədim. Mən də o vaxta qədər heç bir psixoloqa getməmiş bir insan idim. Maraqlanmamış insan idim ki, psixoloq nədir? Düşünürdüm ki, psixoloqa gedən insan dəli olur. Necə bizi aşılayıblarsa, elə də düşünürdüm. Daha sonra artıq bütün o divarlarımı qırdım. Bütün məni qınayanlara rəğmən, dolayanlara rəğmən, inanmayanlara rəğmən mən bura qədər gətirdim özümü. Bundan sonra da çox gedəcəm elə, bilirəm. Özümə çox inanıram. Qızıma çox inanıram. Tanrıya çox inanıram. Siz zaten sağaldıqca birə-bir Tanrı ilə elə bir bağlantı qurursunuz ki, sizin heç kimə ehtiyacınız olmur. Heç kimə. Çox möcüzələrini yaşayıram. Ən çox da bu son ildə 4 ilim daha çox bunları çözmək üçün keçib. Çünki mənə yol göstərən yox idi. Mən elə özüm deneyə yanına. Bir tək Yeliz Ərgün, mən ondan bəzi şeyləri öyrəndim. Doğan Cücəloğlu, daha sonra videolar çıxırdı qarşıma, amma hər zaman
Ən önəmlisi sizin üçün xeyirli olan buradan gələn səsdir. Hər zaman onunla üzləşmək, hər zaman onu eşitmək mümkün olmaya bilər, amma siz qərarlı, disiplinli şəkildə istəyirsinizsə özünüzü kəşf etmək, hər zaman yollar açılacaq. İnsanlar, hadisələr bir şəkildə gələcək, sizin qarşınıza çıxacaq. Sadəcə açıq gözlə görməyə çalışın və hər kəsə, hər şeyə rəğbən edin bunu. Təşəkkür edirəm, minnətdaram hər birinizə. Görüm bu canlı yayını qeyd edə bilsəm səhifədə edəcəm. Özünüzə yaxşı baxın.